Xoş gördük. Sizdən gələn sual belədir. Yumurtalıq ehtiyatını azaldan əsas faktorlar hansılardır? Bu onu göstərir ki, siz bilirsiniz ki, qadında yumurtalıq ehtiyatı deyə bir şey var və o ehtiyat qurtara bilər. Nə ilə qurtarır? Hamı bilir. Yaş keçdikcə qurtarır və 50 yaşında qadında yumurtalıq ehtiyatı tükənir. Deməli, yumurtalıq ehtiyatını əsas azaldan faktor hansıdır? Yaşdır. Digər faktorlar hansılardır? İrsi faktorlar önəmlidir. Məsələn, kiminsə anası, xalası 45 yaşında menopauzaya giribsə, özünün də erkən menopauzaya girmə ehtimalı yüksəkdir. Ətraf mühit faktorları təsir edirmi? Edir. Amma biz onları konkretləşdirə bilmirik. Amma dəqiq bilirik ki, birisi ximioterapiya alıbsa, birisi şua müalicəsi alıbsa, o yumurtalığa çox pis təsir edəcək. Yəni bildiyimiz faktorlar, deyə biləcəyimiz, əllə tuta biləcəyimiz faktorlar bunlardır. Ona görə də xanımlar, yumurtalığınızı qoruyun. Daha da ötəsi, uşaq sahibi olmaq baxımından qərar verərkən yumurtalıq ehtiyatının yaşla əlaqədar sürətlə azaldığını nəzərdə saxlayın. Çalışın sağlam olun. Hələlik.